İnne ekremekum indəllah ətqakum. Allah yanında üstünləriniz, dəyərliləriniz, təqvalılarınızdır. Daha çox pəhrizkar olanlardır. Bilirsiniz, insan şəxsiyyəti özünü harada göstərir? Mübarizə məqamında. Bütün şəxsi keyfiyyətlərimiz orada üzə çıxır. Belə adi halda bilinmir. Təqva insan şəxsiyyətinin ölçüsüdür, meyarıdır. Ramazan ayı haqqında isə Peyğəmbər buyurur, əl-vərə. Vərə nədir? Vərə, yəni günah ehtimal olunan şeyə tərəf getməmək. Yəni, məsələn, biri sözü başlayır. Bilirsən ki, söz qeybətə gedir. Demirəm, kobud ağzından vurasan ki, danışma, qeybət eləmə, yox. Bir alim deyir ki, qeybət eləmə deyə bilmirəm adamlara, çünki möminə qeybət nisbəti vermək də istəmirəm. Mömin qeybət eləməyəni eləyirsən də, bu qədər də. Sözü elə dəyiş, elə yayın ki, gedib ora çıxmasın. Vərə budur ki, ehtimal verirsən ki, gedəcək günaha tərəf, ehtimal verirsən günaha tərəf gedəcək, ya söhbət, ya harasa gedirsən, günah olma ehtimalı var, oradan çəkin, yolun əvvəlindən çəkin. Vərə budur.